Əgər sizin də lazer epilyasiya prosedurunuz bu şəkildə həyata keçirilirsə, effekt ala bilməyəcəksiniz. Lazer proseduru zamanı başlıq dəri üzərində həddən artıq sürətli hərəkət etməli deyil. Bu zaman dəriyə kifayət qədər enerji çatmır və eyni zamanda başlığın dəri üzərində həddən artıq zəif hərəkət etdirilməsi lazer şüasının bir nahiyədə uzun müddətli qalmasına səbəb olur və bu da dəridə yanıq pigmentasiya riskini artırır. InMotion texnikasında lazer başlığı dəri üzərində davamlı və kontrollu şəkildə nə həddən artıq sürətli, nə həddən artıq yavaş şəkildə olmadan aparılmalıdır ki, bütün nahiyəyə eyni miqdarda enerji çatsın. Bu zaman yüksək keyfiyyət, yüksək effekt və eyni zamanda dəridə heç bir yanıq, ləkə izi olmayacaqdır. Bizim mərkəzimizdə peşəkar komandamız hər müştəri üçün dəri tipinə və tükün rənginə uyğun olaraq fərqli parametrlər seçir və düzgün texnika ilə sizə yüksək nəticəni zəmanət verir.